Salam, Efirdə xəbərlər informasiya proqramıdır. Studiyada mən Turac İbrahimova sizin üçün işləyirəm. İsrail səfiri bugün Marneulidə rəsmi səfərdə oldu. O, Modus kollecinə və İmir kəndində yerləşən arxeoloji muzeyə baş çəkdi. Daha ətraflı ilk reportajımızda. İsrail səfiri Hadas Meyzat Marneulidə rəsmi səfərdə olub. Səfərin əsas hissəsi peşə təhsili sahəsi ilə bağlı layihəyə həsr olunub. Səfir Modus kollecində olub. Burada meyvə bağlarını, istixanaları gəzib, tələbələrin praktiki fəaliyyəti ilə yerində tanış olub. Kollecdə 3-cü aydır ki, Efrat peşə təhsilinə dəstək layihəsi keçirilir. Layihə çərçivəsində 100-ə yaxın benefisiar müxtəlif sahələr üzrə təlim keçib. Səfir onlara kursu uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edib. Səfirin sözlərinə görə İsrail səfirliyinin bu cür təhsil təşəbbüslərini dəstəkləməsi vacibdir. Onlar gələcəkdə həm Modus kolleci, həm də digər peşə məktəbləri ilə əməkdaşlığa hazırdılar. Marneulidə ikinci dəfə olduğum üçün çox xoşbəxtəm və həyəcanlıyam. Bu yerli sakinlər üçün çox vacib işlər görən həqiqətən xüsusi bir kollecdir. Bu yaxınlarda İsrail səfirliyinin dəstəyi ilə başlayan ingilis dili kursunu bitirən tələbələrə sertifikatlar təqdim etdim. Mən çox şadam ki, biz bütün bunları Marneulinin əsl təhsil mərkəzinə çevrilən bu unikal məkanda edə bildik. Bu yer mənim üçün və vaxtilə bura gələn təlimlər keçirən, bu sahədə öz biliklərini gənclərlə bölüşən rəhmətlik dostumun xatirəsi üçün çox şey deməkdir. Tələbələr, gənclər və ya xüsusi ehtiyacı olan insanlar olsun, daha çox faydalananlara kömək etmək üçün öz resurslarımızdan və təcrübələrimizdən istifadə etmək istəyirik. Biz qəti şəkildə inanırıq ki, dil öyrənmək və ümumilikdə təhsil uğurlu gələcək üçün əsasdır. Səfirin səfərində Kvemokartli bölgə nümayəndəsi Levan Xarabadze, Marneuli meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Georgodze də iştirak ediblər. Onların qiymətləndirməsinə görə belə layihələr bölgədə gənclərin təhsilinə və peşə təhsilinin inkişafına böyük töhfə verir. Günün sonunda İsrail nümayəndə heyəti İmir kəndində yerləşən arxeoloji kompleksə baş çəkib. Qonaqlar İmirin Kəsikdərə Arxeoloji Muzeyində olublar. Abidənin mədəni və turizm potensialı ilə yerində tanış olublar. Marneulinin mərkəzi meydanından Candar masivinə qədər piyada və velosiped yollarının çəkilməsinə başlanılıb. Layihəyə əlil arabası ilə hərəkət edənlər üçün pandusların quraşdırılması da daxildir. İnfrastruktur layihəsinin dəyəri 1.900.000 laridir. Tender müqaviləsinə əsasən inşa işləri 2026-cı ilin may ayının sonuna dək başa çatdırılacaq. Ötən ilin sonunda Marneuli şəhərinin girişində 26 may küçəsində yeni işıqlandırma sistemi quruldu. Bu küçənin səkiləri olmadığına görə hələ də Böyüyəcəklər heykəlinə qədər yol qırağında hərəkət etmək çətin idi. Ona görə də bu işıqlandırma sistemi layihəsi ilə əhaliyə əraziyə piyada səkiləri salmağa qərar verdik. Cəmi 4 kilometrlik məsafəyə səki çəkiləcək. O, həm fiziki məhdudiyyətli insanlar üçün, həm də piyadalar üçün nəzərdə tutulub. Velosiped çığırı da olacaq. Yol boyu kanalizasiya arxı da salınacaq. Məncə şəhərin girişi çox gözəlləşəcək. Kvemokartlinin dövlət nümayəndəsi Levan Xarabadze, kənd təsərrüfatı naziri və yerli özünü idarə etmə orqanları nümayəndələri ilə birlikdə kənd təsərrüfatı sektorunda həyata keçirilən layihələrə baş çəkib. Səfər zamanı yerli benefisiarlarla mövcud inkişaf tempi və dövlət dəstəyinin əhəmiyyəti müzakirə olunub. Nazirin sözlərinə görə dövlətin məqsədi regional inkişafı daha da gücləndirmək və yerli istehsalı dəstəkləməkdir.
Gürcüstanın Müdafiə Qüvvələri Azadlıq Meydanında Müstəqillik Günü tədbirinin ilk məşqini keçirib. Hazırlıq prosesində Müdafiə Qüvvələrinin komandanı general-mayor Georgi Matyaşvili və Müdafiə Nazirinin müavinləri iştirak ediblər. Məşqə mayın 26-sında hərbi and içəcək çağırışçılar da qatılıb. Müstəqillik Günü çərçivəsində ölkənin 21 şəhər və bələdiyyəsində hərbi texnika və silahların sərgisinin keçirilməsi planlaşdırılır. Xəbərlər sona çatdı. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.